Salam əziz və dəyərli şagirdlər. Faiz mövzusunun 3-cü at başlığının suallarına baxaq. Mövzumuz faizinə görə ədədin tapılması, 2 ədədin faiz nisbətidir. Birinci sual. Şəhərin əhalisi 1 il ərzində 80 min nəfərdən 86.400 nəfərə qədər artdı. Əhalinin illik artımını, faizini tapın. Deməli, bizim ilkin vəziyyətdə olan əhalimiz 80 min idi. Bizim bu 80 minimiz bizə göstərirdi 100%. Yəni dəyişilməmiş vəziyyətdə 100% idi. İllik artım faizini tapın. Əvvəla baxaq görək ki, bizim əhalimiz nə qədər artıb. Demək, 86.400-dən çıxırıq 80.000. Artımımız olub 6.400. Biz həmin 6.400-ün neçə faiz olduğunu tapmalıyıq. X bərabərdir. Çarpaz vurma qaydasına görə 6.400-ü vururuq 100-ə, bölürük 80.000'e. 1, 2, 3, 4, 1, 2, 3, 4 sıfırları siləndən sonra qalır 64 bölünsün 8. Cavab olur 8%. 8%. İkinci sual. Birinci ədəd ikinci ədədin 50%-ni təşkil edir. İkinci ədəd birinci ədədin neçə faizini təşkil edir? Deməli, birinci ədəd ikinci ədədin faizini verəndə, sualı tərsinə soruşanda, bu sualın praktik yolu odur ki, 10.000'i bölürük 50'yə, sıfırlar getdi. 1000 50'yə bölsə, 5'ə bölsə 200%. Bu praktik yoludur. Bəs bu necə olur ki, 10.000'i bölürük? Çünki uşaqlar birinci ədəd, ikinci ədədin deyəndə, məsələn, bir A və B ədədləri götürək. Deyək ki, A bərabərdir B-nin 50%-nə. B-ni 50'yə vurub 100'ə bölürük. Buradan demək, 50 ilə 100'ü ixtisarləsək, B böl 2 qalır. 2 ilə çarpaz vursaq, deməli A-ya, B bərabərdir, olur 2A-ya. İndi deyək ki, ikinci ədəd birinci ədədin. Yəni, B A-nın hansı faizidir? B də A-nın hansı faiz olduğunu tapmaq üçün artıq biz bilirik ki, birinci ədəd, ikinci ədəd nisbətini tapıb 100'ə nəməliyik? Vurmalıyıq. B A-nın deyəndə B-ni A-ya bölüb 100'ə vurmalıyıq. B-ni də biz 2A tapmışıq. Gətirib B-ni yerinə 2A qoysaq, A-lar gedər. 2 ilə 100'ə vursaq, 200%. Amma bu tip misalların, yəni birinci ədəd ikinci ədədin faizini veribsə, sualı tərsinə soruşursa, yəni ikinci ədəd birincinin neçə faizini təşkil edirsə, 10.000'i bölürük həmin faizə. Üçüncü sualımıza baxaq. 135 ton mis filizindən 27 ton mis alınır. Filizin tərkibində neçə faiz mis var? Demək, mis filizi o deməkdir ki, filiz sözü qarışıq deməkdir. Yəni, mislə qarışıq olan bir kütlədir. Oradan 27 ton mis alınır. Filizin tərkibində neçə faiz mis var? Demək, 135 tonun 27 tonu mislisə, həmin o 27 tonun neçə faiz olduğunu soruşur. 27 tonumuz x faizdir. 135 ton hamısı isə bizdə sayılır 100%. Çarpaz vurma qaydasına görə x bərabərdir. 100'ü vururuq 27'yə, bölürük 135'ə. 27 ilə 135'i ixtisarləsək 5, 100'ü 5'ə bölsək 20%. Demək ki, 27 135'in 20% imiş. Mağazadakı 39 kilogram almanı satdıqdan sonra mağazada əvvəlki miqdarın 35% qədər alma qaldı. Dördüncüsü. Mağazada neçə kilogram alma qalıb? Qalıbı soruşur. Deməli, 35% qalıb, amma bu kiloqramla soruşur. Yəni, 35'in neçə kiloqram, 35%-in neçə kiloqram olduğunu soruşur. Amma 39 kiloqramda satıb. Demək, 39 kiloqramımız da neçə faiz göstərir? Ümumiyyətlə, satılanla qalan 100%-dir. Biz 100%-dən 35'i çıxarıq. Qalır 65. Demək, 35%-imiz qalıbsa, 65%-imiz də satılıb. Yəni, həm 39 kiloqram bizim 65%-imizi göstərir. Onda 35%, yəni yerdə qalan neçə kiloqram olduğunu tapmaq üçün çarpaz vururuq. 35'i 39'a vurub
bölürük 65'e. Burada 5'ə ixtisarləsək 13, 7, 39'u 13'ə bölsək 3. 7 vur 3 bərabərdir 21. 5-ci sual. Meyvə qurudulduqda öz çəkisinin 80%-ni itirir. 64 kiloqram quru meyvə almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? Deməli, 64 kiloqram quru meyvə deyirsə, artıq bu meyvə quruyub. Biz yazaq buradan ki, 64 kiloqram deməli, bu quru meyvəni göstərir. Deyir, nə qədər təzə meyvə götürməliyik? Təzə meyvəni də x yazaq. Cümlənin başına yazılıb ki, meyvə qurudulanda öz çəkisinin 80%-ni itirir. Yəni, təzə meyvə 100% olur. Bizə də onun qurusu lazımdır. 80%-ni itirirsə, deməli 20% qurusu qalır. Ona görə də biz bu şəkildə tənasüb qururuq. Yəni, qurunun altından qurunu, təzənin altından təzənin həm çəkisini, həm faizini yazandan sonra 64 vur 100 bölünsün 20%. Bunlar ixtisar getdi 5. Cavabımız oldu 320 kiloqram. Yəni 320 kiloqram götürsək, biz oradan 64 kiloqram quru meyvə ala bilərik. 6-cı sual. Turist A məntəqəsindən B məntəqəsinə yola düşdü. Deyək ki, A-dan B-yə yola düşdü. O 24 kilometr getdikdən sonra yolun 20%-i qaldı. Demək, buradan bura 24 kilometr getdikdən sonra 20%-imiz qalıb. Onda elə çıxır ki, bütün yolumuz 100%-dirsə, 20%-imiz qalıbsa, bunun getdiyi yol 80%-i ifadə edir. A və B məntəqələr arasındakı məsafəni tapın, hamısını istəyir. Onda biz tənasübümüzü belə qurmalıyıq. 80%-imiz 24 kilometrdirsə, 100%-imiz x-dir. X ilə bərabərdir. 100 vur 24 bölünsün 80. Sıfırlar getdi. 24 8-ə bölsək 3. Ona da vursak 30. Demək, bütün yolumuz 30 kilometrdir. 7-ci sualda A məntəqəsindən B məntəqəsinə yola düşüb 16 kilometr gedəndən sonra 20% qalıb. A və B arasındakı məsafəni tapın. Demək, onda nə çıxır ki, 20% qalıbsa, yenə də 80%-imiz 16 kilometr göstərir. Ümumi yol istəyirsə, 100%-ə də x yazır. X də bərabərdir. 100 vurulsun 16 bölünsün 80. Buradan sıfırları silsək, 16-nı 8-ə bölsək 2. Onu da 2-yə vursaq 20. Ümumi yolumuz 20 kilometrmiş. 8-ci sual. Mağazada 546 kiloqram alma və 154 kiloqram digər meyvələr var. Alma bütün meyvənin neçə faizini təşkil edir? Cümləyə baxırıq. Alma bütün meyvənin faizini soruşur. Ümumiyyətlə, bu tip misallarda bir kəmiyyətin digərinin hansı faizini təşkil etdiyini bilmək istəyiriksə, birinci adı çəkiləni, ikinci adı çəkilənə böləcəksiniz. Yəni, deyirsə ki, alma bütün meyvəni, almanı bütün meyvəyə bölüb vurmalıyıq 100%. Bərabər. Alma bizdə 546-dır. Bütün deyəndə alma ilə digər meyvələri toplayırıq və vururuq sonda 100-ə. Bərabər 546 bölünsün. Bunlar da eyir bizdə 700. Vur 100. Sıfırlarımız getdi. 546-nı 7-yə bölmək lazımdır. 546-nı 7-yə böləndə demək 78% düşür. Cavabımız olacaq yerə. 9-cu sual. 221 kiloqram alma və 884 kiloqram armud gətirilmişdir. Alma bütün meyvələrin neçə faizini təşkil edir? Yenə də almanı bütün meyvələrini deyirsə, bütünə bölüb 100-ə vurmalıyıq. Bərabərdir. Almamız 221-dir. 221 ilə də 884 aşağıda toplayırıq. Çünki bütün lazımdır.
vurulsun 100'ə. Bərabər 221 bölünsün 1000. Deməli 1000 oradan, 100 oradan, 1105 vurulsun 100. 1105 ilə bu gedəndə 5 dəfə, 100 ilə də 5 ixtisarləsə 20%. Demək olacaq 20%. 10. 6 saata səndəki yanacağın 15%-ni sərf edən mühərrik səndəki bütün yanacağı neçə saata sərf edər? 6 saata 15%-ni sərf edən mühərrik bütün yanacağı, yəni 100%-i neçə saata sərf edir? X bərabərdir. 6-nı çarpaz vurduq 100-ə, böldük 15-ə. Demək, 3-ə ixtisarləsək 5, 2, 100-ü 5-ə bölsək 20, 2-ni də 20-yə vuranda 40. Deməli, 40 saat sərf edir. 11-ci sualda yenə 8 saata səndəki yanacağın 40%-ni sərf edən mühərrik səndəki bütün yanacağı, yəni 100%-i neçə saata sərf edir? Onda x bərabərdir. Yenə 8 vur 100 bölünsün 40. Sıfırların biri getdi. 8 ilə 4 getdi. 2-ni 10-a vursaq 20. 12-ci sual diaqramdan gedir. Diaqramda ölkəyə bir ilin fəsilləri ərzində gələn turistlərin sayı verilir. Turistlərin neçə faizi yayda gəlir? Bizə yaydakıların faizini soruşur. Yayda 1800 nəfər gəlib. Demək 12-ci sual. Bizdən yayı soruşur. Yəni 1800-ün neçə faiz olduğunu tapmalıyıq. Başqa biz hardan kömək ala bilərik ki, tənasibi quraq. Bütün turistlərin sayı da bilirik ki, 100% verir. Yəni 100% turist, bunları tapmaq üçün toplayırıq. 1650-nin üstünə 875, üstünə 675, üstünə 1800 gələr. Toplayaq. 1650 üstəgəl 1800 üstəgəl 875, 675. 0, 1 yadda. 14, 19, 20, 2 yadda. 14, 14, 28, 33 yadda. Bu da 5. Oldu 5000. 100% turistlərimizin sayı 5000-dirsə, yayda soruşursa 1800-də x yazıb çarpaz vurur. X bərabər 1800 vur 100 bölünsün 5000. 1, 2, 1, 2, 3, 3 getdi. 180-ı 5-ə bölsək 36. Deməli, yayda gedənlərin faizi 36%. 13-cü sual. İclasda 200 nəfər iştirak edirdi. Təklif olunan qərarın leyhinə 151 nəfər səs verdi. İclasdakı adamlar neçə faizi qərarın leyhinə səs vermişdir? Leyhinə, yəni mən razıyam deməkdir. Əleyhinə isə mən razı deyiləm. İndi burada bizdə soruşur ki, leyhinə səs verənlərin faizini tapmaq lazımdır. Leyhinə səs verənlər 151 nəfərdir, ümumi isə 200 nəfərdir. Onda yazırıq ki, 200 nəfərimiz 100% göstərir. 151 nəfər isə x faiz. Bizdən onsuz da bu 151 nəfərin neçə faiz olduğunu soruşur. 151 vurulsun 100 bölünsün 200. İxtisarlədik 2. 151-i 2-yə bölək. 75,5. Cavabı olur A variantı. Müəssisə il ərzində 14-cü sual. 10800 məmulat buraxılıb, planı 35% artıqlaması ilə yerinə yetirdi. Müəssisənin plan tapşırığını nə qədər idi? Plan tapşırığı biz bilirik ki, plan deyəndə 100% soruşur. Sənə tapşırılan plan həmişə 100%. Amma bu 10800 edib və bu 35% artıqlaması ilədir. Yəni, əslində 100% olmalı idi, amma bu 35 də artıq gördüyünə görə 135%. 135% yerinə yetiriləndə olur 10800.
Plana görə deyəndə isə 100% axtarırıq. 100%-ində x. X bərabərdir 100 vurulsun 10.800 bölünsün 135. Burada deməli neçə hesabləyə bilərik? Eləyək burada tutaq ki 9-a hesabləsək. Burada 12.200. Burada 9-a hesabləsək 15 olacaq. 1200-ü 15-ə bölsək olacaq 80. 100-lə vuranda 8.000. Demək 100% yerinə hesabı 8.000 olacaq. 15-ci sual. Şagirdin tapşırığı ustanın tapşırığının 5'də 4'ünü təşkil edir. Ustanın tapşırığı şagirdin tapşırığından neçə faiz çoxdur? Deməli, birinci çəkib şagirdin adını, sonra ustanın adını çəkib. Birinci adı çəkilən surətdə, ikinci adı çəkilən isə məxrəcdə olur. Yəni, sanki belə yazaq, şagird yerinə yetirib 4 ədəd nəsə düzəldib deyək ki, hansısa bir işin 4'ünü görüb, usta isə bunun 5'ini görüb. Ustanın tapşırığı, yəni 5, şagirdin tapşırığından neçə faiz çoxdur? Ustanın ki, şagirdinkindən soruşur. Yenə də birinci adı çəkilən ikinciyə bölürük, 5'i 4'ə bölüb, faiz diliyinə görə 100'ə vururuq. Burada 4 ilə 100 gedir, 25 olur, 125 faiz. Və biz bilirik ki, ümumi əsas işimiz 100%-dir. 125-dən 100'ü çıxanda qalır 25%. Deməli, 5 4-dən 25% çoxdur. Burada uşaqlar 25% olmalıdır, amma cavabda yoxdur. Cavab olmalıdır 25%. 5-ci sualda düzəliş edərik. Gəldi 16-cı sual. 16-cı sualda dairənin radiusunun 40% azaltsaq sahəsi neçə faiz azalar? Dairənin əvvəl sahəsi düstur yazacaq pi kvadrat. Deməli, bizə radiusu veribsə, radiusdan asılığa baxmalıyıq ki, radiusun kvadratını biz r vur r kimi yazsaq, əvvəldən radiuslarımız 100% dəyişilməmiş formadır. Amma 40% azaldanda 100-dən 40 çıxırıq, digərlərə yenə 100-dən 40 çıxırıq və 100 vur 100 düsturuna görə 100-ümüzə bölürük. Olur burada deməli 60 vur 60 bölünsün 100. Sıfırlarımız getdi, qaldı 36. Əslində 100% olmalıydı, amma indi 36% alınıb və neçə faiz azalar dediyinə görə 100-dən 36'nı çıxarıq, qalar 64%. Azalma baş verir. Bizdən azalmanı soruşur. 17-ci sualda eyni bunun kimidir. 30% artırsaq, 30% artanda olur 100 idi, indi olmalıdır 130 vur 130 bölünsün 100. Sıfırlarımız getdi, 169%. Yenə bundan 100 çıxırıq. Əgər uşaqlar 100-dən böyüksə, bu ədəddən 100 çıxırıq. Yox, bayaqki kimi 16-da ədəd aldığımız faiz 100-dən aşağıdırsa, onda 100-dən bu ədəd çıxır. Yəni, həmişə müsbət alınması üçün böyükdən kiçik çıxmalıdır. Burada qalır 69% artar. 69% artım baş verir. 18. Düzbucağının uzunluğunu 30% azaldıb, enini 30% artırsaq, sahəsi neçə faiz azalar? Yenə də burada düzbucağının düsturu A vur B'dir. Eninin uzunluğuna vururuq. Enin uzunluğu əvvəlcədən 100 vur 100 kimi ifadə eləsək, 100 vur 100 faiz çıxartdığımıza görə böyle 100'ə. İndi enini 30% azaldı. Bu tutaq ki, en olsun, bu olsun uzunluq. 30% azaldıbsa 30 çıxmalıyıq. Uzunluğunu da 30%, daha doğrusu
dəqiqə səbirli olaq. Uzunluğunu 30% azaldı. Takibini 30% azaldı. Enini 30% artırıb plus 30 yazaq. Oldu 130 vurulsun 70. Yəni bunun fərqi yoxdur hansını birinci yazırıq. Onsuz da hasildir. Bölünsün 100-ə. Sıfırlarımız getdi. 13-ü 7-yə vuranda 91%. Demək 100-dən kiçik olduğuna görə 100-dən 91. Çıxırıq, qalır 9%. Demək ki 9% azalma baş verəcək. Cavabımız olur B variantı. 19-cu sual. Düzbucağın uzunluğunu 30% yazaq, yəni S bərabər A vurulsun B. Düzbucağının uzunluğu olsun, bu da n olsun. Yenə də əvvəla bunlar dəyişilməmiş formada 100 idilər. 100 vur 100 bölünsün 100 düsturundan istifadə edirik. Yuxarıdakı yüzlərə baxaq necə dəyişmə baş verib. Uzunluğu 30%, enli isə 20% azaldı. Baxın, uzunluğu 30% vergül qoyub, enli 20% azaldıb. Demək, bu azaltma sözü hər ikisinə aiddir. 100-dən, birinci 100-dən 30 çıxırıq, ikinci 100-dən isə 20 çıxırıq. Olacaq 70 vurulsun 80 bölünsün 100. Sıfırlar getdi. 7-ni 8-ə vurdıq, 56%. Neçə faiz azalar deyirsə, azalmanı tapmaq üçün mütləq azalmadır, çoxalmadır. Mütləq artıb azalmanı tapmaq üçün aradakı fərqi tapmalıyıq. 44% Y variantı. 20-ci sual. Yeni biçilmiş otun nəmliyi 85%-dir. Deməli, tutaq ki, biz yeni otu biçdik. Yeni otumuz 100%-dir. Bunun 85% nəmliyi var. Quru otun nəmliyi isə 10% olarsa. Deməli, yeni biçilmiş otun nəmliyi 85% isə onda biz nə etməliyik? Burada da sual belə verilir ki, 15 ton yeni biçilmiş otdan neçə ton quru ot? Qurunu axtarır. Əsas məsələ burada qurunu axtarmaq. Deyək ki, 85%-imiz nəmdirsə, onda 100-dən 85 çıxanda 15% də nəyimiz qalır? Quruluğumuz qalır. Biz 15 tonu, yazaq burada, 15 tonu təzə yeni biçilmiş otu gətirdik. Bu yeni biçilmiş otun quru nə qədər quruluğuna baxırıq. 15%-ni tapırıq. 15-ə vurub 100-ə bölürük. Bu nədir? 225 bölünsün 100. Bu da 2 tam %25. 2 tam %25-i deməli quruyub. Amma hələ tam deyək ki, qurumayıb da. İndi bizə deyir ki, quru otun, hansı ki bu quru içindəki var, bu quru otun hissəsində nəmliyi 10%-dir. Yəni, bunun nəmliyi 10%-dirsə, yazaq bura. Nəmlik. Demək, bizim quru hesabladığımız otun nəmliyi 10%-dirsə, onda quruluğu da 90%. Düzdür? Onda tam quruması üçün hələ 10% lazımdır. Ona görə biz deyirik ki, bu 2 tam %25 hələ ki bizə nəyə göstərir? 90% göstərir. Və biz tapmalıyıq görəsən, tam qurusa neçə faiz? Nə qədər olar? 100% axtarırıq. 100-ü vururuq 2 tam %25-ə bölürük 90-a. 100-ü 225-ə vuranda elə vergül qabağa gedir. 2 sıfıra görə. 2 vergül qabağa getsə 225 bölünsün 90-a. 225-i 9-a ixtisarləsək düşər 25 dəfə. 25 burada 10 qalır. O deyir 2 tam 10-da 5. Cavabımız olacaq Y variantı. Yəni əsas məsələ burada quruluqla işləməkdir. Nəmliyi verir, siz quruluğu özünüz tapmalısınız. Bir də gözdən keçirdək. Deməli, yeni biçilmiş otun nəmliyi 85%. Onda quruluğum 15%. Həmin bu quru otun özünün də nəmliyi 10%-dir. Nəmliyi 10%-sə, onda quruluğu da 90%-dir. Gəlirik 15 ton yeni biçilmiş ot dərdik. Gətirdik onun əvvəlcə quruluğunu axtarıq. Gör nə qədər qurudur. Tapdıq 2 tam %25. 2 tam %25 tapandan sonra bu tam qurumayıb bax hələ. Bunun içindəki nəmlik hələ 10% qalıb. Onda quruluğu hələ ki 90% göstərir. Deyirik ki, 2 tam %25, 90-ı göstərirsə, bəs 100% qurusa neçə olardı? 100% qurusa 2 tam onda 5. Yəni, biraz da quruluğumuz artardı.
21-ci suala baxaq. Nəmliyi 20% olan 120 ton ağac qurudulandan sonra kütləsi 100 ton oldu. Qurudulmuş ağacın nəmliyi neçə faiz oldu? Nəmliyi 20% olan 120 ton ağac qurudulandan sonra 100 ton olub. Deməli, yenə də bizə qurudulmaq söhbəti gelirsə, 20%-imiz nəmlisə, 100-dən 20-ni çıxırıq, 80% quruluq qalır. Yəni 20 bizim nəmliyimiz göstərir, 80% quruluğu var. İndi 120 ton ağac görək quruluğu nə qədərdir? 120 tonu 80 alırıq, 100-ə bölürük. Sıfırlarımız getdi, qaldı 96 ton. 96 ton olmalı idi. Olmalıdır. Yəni tam qurusa 96 olmalıdır. Amma deyir ki, qurudulandan sonra kütlə 100 ton olur. Və deyir, həmin o qurudulmuş, yəni tutaq ki, quruduldular, o ağacın içində nə qədər nəmlilik var. Deməli, 100 tondan əvvəlcə çıxırıq nəyi? 96-nı ki, görək bunun içində hələ nə qədər nəmlilik var? 4 ton nəmlilik var. Həmin bu 4 tonun nəmliliyini tapmalıyıq, nəmlilik faizini tapmalıyıq. Nəmlilik faizini tapmaq üçün də 4-ü bölürük, həmin o aradakı fərqi bölürük, ümumi çəkiyə, yəni 100-ə. Faiz tapmaq üçün də 100%-ə vururuq. Bu yüzlərimiz gedir, qalır 4%. Bu qədər. İstəsəz tənasüb də qura bilərsiniz ki, 100 tonumuz 100%-dirsə, içindəki 4 tonumuz neçə faizdir? O da yenə 4% verəcək. Keçirik 22-ci suala. Diaqramda deməli 4%. Diaqramda bir il ərzində kitab mağazasında satılmış kimya, fizika, tarix, coğrafiya və riyaziyyat kitablarının sayı verilmişdir. Satılmış kimya kitabları, satılmış ümumi kitabların sayının 25%-ni təşkil edir. Bax, kimyanın adını çəkib, bir də ümumi kitabların adını çəkib. 25%-ni təşkil edir. Yəni 100-dən 25-i kimyadır. Kimyaya yazırıq buradakı 25%. Mağazada neçə riyaziyyat kitabı satılıb? X yazmalıyıq. İndi biz burada belə eləyək ki, satılmış kimya kitabları, bütün kitabların 25% isə, onda bütün kitablar nə qədərdir? Gəlin baxaq. Deməli, 22-ci sualda. 25%-imiz 200-dürsə, 100% kitablarımızı tapaq. Yəni, bütün kitablarımız gör nə qədərdir? 100%-imiz x bərabərdir. 100 vur 200 bölünsün 25. 25 ilə 100 getdi 4. 200-ə vuranda 800 ümumidə kitabımız var. Bizə sual verir ki, neçə riyaziyyat kitabı var? Riyaziyyatda tapmaq üçün ümumi kitablardan digərlərini çıxmalıyıq. Yəni 800-dən çıxmalıyıq. Fizika, tarix, coğrafiya və kimyanın cəmini. 100, üstəgəl 50, üstəgəl 150, üstəgəl 200. Bunları topladıq. 150, 150, 300, 500, yerdə qaldı 300. Deməli, riyaziyyat kitablarının sayı 300-dür. 23-cü sualda deyir, 2 rəqəmli natural ədədin, tutaq ki, 2 rəqəmli deyəndə belə bir ədəd yazılır, üstü xətti. 2 rəqəmli natural ədədin rəqəmlərinin cəmi 12-yə bərabərdir. Yəni, A üstə gəlinsin B bərabərdir 12. Rəqəmlərin yerini dəyişəndən sonra, yəni AB idi, onda olsun BA. Dəyişəndən sonra verilən ədəd 75% artır. Verilən ədədimiz elə bil ki, AB əvvəl AB 75% artırsa, onda AB-miz bərabər olur BA-nın 175%-nə. Yəni, bu əvvəldən özü deyək ki, 100% idisə, indi oldu 175%. Belə yazaq. AB bərabərdir.
Belə yaz. AB bərabərdir. Özü əvvəldən 100% olsun qoy. Belə tənasülümüzü quraq düzgün. AB-yə 100% deyək. Çünki əvvəl 100% idi. Yerini dəyişən kimi 75% artır. Yəni 100 üstəgəl 75 olur 175%. Əvvəlki 2 rəqəmini də tapmalıyıq. Yəni bu AB-ni tapmalıyıq. İndi burada çarpaz vursaq belə bir şey olacaq. 175 vurulsun AB bərabərdir 100 vurulsun BA. Buradan 100 ilə 175-i 25-ə ixtisarləsək 7 vurulsun. Bunu da açsaq 10A təklik 10-luq kimi açanda 10A üstəgəl B bərabərdir. Burada 25-ə ixtisarləsək 4. 4 vurulsun. Bunu da açsaq 10B üstəgəl A kimi. Təklik 10-luq mərtəbələrini açanda. Alınır belə bir ifadə. 70A üstəgəl 7B 4-ə vurub açsaq 40B üstəgəl 4A-ya. A-ları bir tərəfə, B-ləri bir tərəfə ataq. 70A-dan 4A çıxanda 66A. 40-dan da 7-sini çıxanda 33B. İxtisar eləsək 2A bərabərdir B-yə. İndi bizə sual verir ki, əvvəlki 2 rəqəmli ədədi tapın. Və cəm də bizdə 12 verməlidir. Cəm 12 verməsi üçün deməli B-nin yerinə baxın burada B-nin yerinə aparıb 2A qoyacağım. Yazsam A üstəgəl 2A bərabərdir 12. 3A-mız 12-dirsə A da bərabər 12-ni 3-ə bölsək 4. A 4-dür. B də A-nın 2 qatıdır axı burada. Onda 2-ni də 4-ə vursaq bərabərdir 8 alınır. Biri 4-dür, biri 8-dir. Əvvəlki 2 rəqəmli ədədimiz AB götürdüyümüzə görə A-nın yerinə 4, B-nin yerinə 8 yazarıq. Cavabımız olaraq 48 alırıq. Burada 84 də var. Diqqətli olun ki, yerlərini dəyişməyəsiniz. 24-cü misal. 252 ədədini nə qədər artırmaq lazımdır ki, onun 39% 234 olsun. Demək, 39% 234 olan ədədi axtaraq əvvəlcə. 39%-imiz 234-dürsə, onda 100%-imiz neçədir? X də bərabərdir 100 vur 234 bölünsün 39. Məsələni arxadan əvvələ. Yəni tərsinə işləyir. Burada ixtisar eləsək, düşür haradasa 6 dəfə, 6-nı 100-ə vursaq 600. Deməli, 252-ni nə qədər artırmaq lazımdır ki, o 600 olsun və həmin 600-ün də 39% ilə bir 234 olacaq. Onda biz 600-dən 252-ni çıxarıq. Ondan 2 8, 9-dan 5 4, 5-dən 2 3, 348. 348 vahid artırmaq lazımdır. 25-ci sual. 350 ədədini nə qədər artırmaq lazımdır ki, onun 42%-i 210 olsun. 42%-i 210-dursa, tapaq əvvəlcə yenə 100% neçə ədəddir bu? X bərabərdir. 100-ü vururuq 210-a, bölürük 42-yə. İxtisar elədik 5, 5-i 100-ə vurduq 500. 350-ni nə qədər artırmaq lazımdır ki 500 olsun? Buna görə 500-dən də 350-ni çıxarıq. Cavabımız qalar 150. C variantı. 26-cı sual. Sütunlu diaqram dairəvi diaqramla əvəz edilsə, B şirkətinə aid dairə sektoru neçə dərəcə olar? B şirkətinə aid sektor neçə dərəcə olar? Dərəcədən söhbət gedir. Yəni 120-nin neçə dərəcə, x dərəcə olduğunu tapmalıyıq. Əgər dairədən söhbət gedirsə, biz bilirik ki, tam dairəmiz 360 dərəcədir. Onda tam bucağımız 360 dərəcədirsə, onda tam şirkətlərin deməli, sərmayələrini hesablayırıq. A 60-dır, B 120-dir, C 160-dır, D də 200-dür. Bunların hamısını cəmləsək, alarıq demək
360, 480, 540 alarıq. Yəni 540-ı da 360 dərəcəni ifadə edərik. Tam bucağımızı tam sərmayə ilə göstəririk. Sərmayə sözündə bax burada görürsünüz uşaqlar. Qrafikdə sərmayə sözü var. Yəni bütün şirkətlərin qoyduğu sərmayədən danışır. İndi burada x tapmaq istəyirəmsə çarpaz ilə vurmaq istifadə edəcəm. 360-ı vururam 120-yə, bölürəm 540-a. Buradan demək 90-a ixtisar eləsək, burada 6 qalar, burada 4 qalar. 120-ni 6-ya bölsə 20, 4-ü 20-yə vursaq 80. Deməli 80 dərəcəni göstərir. 27 də eynisidir. Bu səfər A şirkətindən danışır. A şirkətində 60-dır. 60-ın neçə dərəcə olduğunu göstərir. 360 dərəcə tam bucağımızdır. Görək ümumi nə qədər sərmayə qoyulub. 200-ün üstünə 160 gəldi. 360 üstünə 120 gəldi. 480 üstünə 60 gəldi. 540. Yenə 540-dır. X tapmaq üçün 60 vur 360 bölünsün 540. 60 ilə 540 gedir. 9 dəfə 360-ı 9-a böləndə 40. Cavabımız olur 40 dərəcə. 28. Ədəd 3, 5, 12 nisbətində 3 hissəyə bölünür. Böyük hissə bu ədədin neçə faizidir? Böyük hissə bizdə 12-dir. 12-ni bu ədədindir. Bu ədəd bütöv götürülür. Yəni hamısını toplamalıyıq. 3, 5, 12. Neçə faizdir deyəndə 100-ə vururuq. Deməli, bir ədəd digərinin neçə faizdir deyəndə birinci adı çəkiləni, yəni böyük hissəni bölürük həmişə ikinci adı çəkilən istədiyinə. Və faiz varsa 100-ə də vurmalıyıq. 12 bölünsün 20 vurulsun 100. 100 ilə 20 getdi. 5, 12-yi 5-ə vurduq. 60 faiz. 29-da isə deyir ki, kiçik ədəd. Verilmiş ədədin neçə faizdir? Kiçiyi 3-dür. Bu səfər 3-ü bölürük. 3 üstə gəl, 5 üstə gəl, 12-yə. Niyə toplayırıq? Çünki ədəddir. Ədəd özü hamısı tam deməkdir. Vururuq 100 faizə. 3 bölünsün 20 vur 100. Say getdi 5, 3-ü 5-ə vurduq. 15 faiz. 30. Ay ərzində kitab mağazasında satılan fizika, riyaziyyat, kimya və biologiya dərsliklərinin sayının diaqramı verilib. Satılan kitabların neçə faizi riyaziyyat dərslidir? Sual riyaziyyat dərsliyinə verilib. Riyaziyyat 80-i göstərir. Satılan kitabların, yəni hamısından danışır. Ki, neçə faizi riyaziyyatdır? Bizdən riyaziyyatı soruşur. Riyaziyyat bütün kitaba neçə faiz olduğunu tapmaq üçün deməli, nəyi soruşursa onu ümumiyə bölüb 100-ə vurmalıyıq. Yəni faiz çıxardanda bizdən nəyi soruşursa onu ümumiyə bölüb 100-ə vurmalıyıq. Yəni mən riyaziyyatı ümumi kitablara bölüb 100-ə vurmalıyım. 30-cu sualda. Riyaziyyatın burada 80-i göstərir. Ümumi isə 80-in üstünə 60 gəldi. 140, üstünə 50 gəldim. 190, 10 da gəlsin 200. Bölürəm 200-ə, vururam 100-ə. 100 ilə 200 gedir 2. 80-i 2-yə bölsəm 40 faiz. 31-ci sual. Bu səfər isə satılan kitabların neçə faizi kimya dərslidir? Bu səfər kimyanı soruşur. Kimyada 90-ı göstərir. Bu səfər 90-ı yenə bölgü ümumi cəmə. 120-nin üstünə 90 gəldi, 210, üstünə 60 gəlsək 270, 30-da gəlsək 300. 300-ə bölüb 100-ə vururuq. Sıfırlarımız getdi, 93-ə bölsək 30 faiz. 32-ci sual. Birinci ədəd ikinci ədədin 20 faizini təşkil edir. İkinci ədəd birinci ədədin neçə faizini təşkil edir? Bayağı bu tip misaldan işlədik. Elə 10.000-i bir dəfəlik bölürsünüz 20.
Ümumiyyətlə belə fikirləşin ki, 2 dənə 100 kimi fikirləşin. Bir 100 birinci ədədindir, ikinci 100 ikinci ədədindir. 10.000-i 20-yə bölsək eləyəcək 500%. 33-cü sual. Birinci ədəd ikinci ədədin 25%. İkinci ədəd birinci ədədin neçə faizini təşkil edir? Yenə də 10.000-i bölürük 25-ə. Burada 10.000-i 25'e böləndə 125'e bölsək 4, yanında 2 0 400 faiz. 34-cü sual. 45 oğlan və 15 qız olan düşərgədən bərabər sayda oğlan və qız ayrıldı. Bundan sonra oğlanların sayı qızların sayından 600% çox olarsa düşərgədən gedən şagirdlərin ümumi sayını tapın. Deməli 45 oğlanımız var, yazaq. Oğlanlar 45'dir. Qızlarımız 15'dir. Bərabər sayda oğlan və qız ayrıldı. Ayrıldı, yəni getdilər. Gedirlərsə hər ikisindən eyni sayda, yəni x sayda ədəd çıxırıq. Yəni x sayda uşaq çıxandan sonra oğlanların sayı qızların sayından 600% çox olarsa. Demək, uşaq yadımızda qalsın ki, nədən deyirsə, yəni özünü nə ilənsə müqayisə edirsə, nə ilənsə fərqləndirirsə, o bizdə 100%'dir. Yəni bax burada oğlanların sayı qızların sayından, qızlarla müqayisə edirsiniz. Demək qızların nədən deyirsə ona həmişə 100% deyəcəksiniz. Yəni 15-x-imiz 100%'dir. Və deyir ki, oğlanlar həmin o qızların sayından da 600% çoxdur. Bu 100% isə onda bu 100 üstəgə 600, deməli oğlanlar da 700%'dir. Düşərgədən gedən şagirdlərin ümumi sayını tapın. Əvvəla bu tənasibi yerinə yetiririk. Çarpaz vururuq. Deməli yazırıq belə ki, 100 vurulsun 45 çıx x bərabərdir 700 vurulsun 15 çıx x. 100 ilə 700'ün sıfırlarını siləndə qalır 45 çıx x bərabərdir 7'ni paylama qanununa görə 15'ə vursaq 7 vur 15 105 çıxılsın 7'ni də x-ə vursaq 7x. İndi mənfi 7x-i sola ötürək 45'i sağa ötürək. Olur mənfi x üstəgə 7x bərabərdir 105 çıx 45. Bu oldu 6x bərabərdir 60, x də bərabərdir 10. Deməli x 10'dur. X bizə nəyə göstərir? Ayrılan oğlanları, ayrılan qızları. Bu isə bizə sual verir ki, düşərgədən gedən şagirdlərin ümumi sayını. Yəni x 10 oğlan gedir, 10 dənə qız gedibsə, ümumilikdə 20 şagird ayrılır. Yəni çaşıb burada 10 götürmür, tələsin. Ümumi soruşursa 20 olmalıdır. 35-ci sual. 45 oğlan, yəni eyni tip sual, oğlan, qız. Deməli 45 oğlan və 13 qızın olduğu düşərgəyə sonradan eyni sayda oğlan və qız gəldi. Gəldisə artım baş verib. Üstünə x gəlir. Bundan sonra oğlanların sayı qızların sayından kimdən deyirsə ona 100% deyirik. Qızlara 100% deyirik və oğlanlar qızlardan 200% çox oldu. Yəni 100'dən də 200% çox olubsa olub 300%. Düşərgəyə sonradan gələn şagirdlərin yenə ümumi sayını soruşur. Əvvəla biz burada çarpazları vuraq. Görün neçə alınacaq. Yazırıq yenə də 100 vurulsun 45 üstəgə x bərabərdir 300 vurulsun 13 üstəgə x. 100'ün sıfırlarına 300'ün sıfırları getdi. 3'ü çarpaz daha doğrusu yox. Paylama qanununa görə bunu batsaq 3 vur 13 39 üstəgə 3x bərabərdir 45 üstəgə x. Bu x-i sola ötürsək 3x-dən x-i çıxarıq. 39 da sağa ötürsək 45'dən 39'u çıxarıq. 2x bərabərdir 6, x də bərabərdir 3. Ümumi şagirdlərin sayını deyirsə 3 qız, 3 oğlan gəlib. Bərabərdir 6 şagird gəlib. 36-cı sual. Sual belədir ki, sinifdəki şagirdlərin 5'də 3 hissəsi oğlandır.
Qızların isə 40% əlaçıdır. Əlaçı olmayan qızlar bütün şagirdlərin neçə faizini təşkil edir? İndi burada belə eləyək. Şagirdlərin 5də 3 hissəsi oğlandır. 5-dən 3'ü oğlandırsa uşaqlar, 5'də yazaq burada. 5'də 3'ü oğlandırsa, onda 5'dən 2'si də nədir bizdə? Qızdır. Çünki 5 pay götürüb ümumi, 3'ünü oğlana verirsə, 2'si də qıza qalır. Onda biz oğlanlara 3K, qızlara isə 2K kimi baxa bilərik. Sonra deyir ki, qızların 40% əlaçıdır. Qızların 40%. Qızlar 2K'dır. 2K'nın 40%'ni tapaq. 40'a vurub 100'ə bölək. Sıfırlar getdi. 2'nin 4'ə 8 olur 0,8K. 0,8K'sı əlaçıdır. Qızlardan. Bizə deyir ki, əlaçı olmayan qızlar. 0,8K'mız əlaçıdırsa, onda 2K'dan çıxır o 0,8K'nı, qalır 1,2K əlaçı olmayan. Əlaçılar əgər 0,8 isə, əlaçı olmayanları tapmaq üçün ümumi qızlardan, yəni 2K'dan 0,8K'nı çıxdıq. İndi bizə belə bir sual verir. Əlaçı olmayan qızlar, yəni 1,2K bütün şagirdlər də oğlanlı qızdır. Yazaq buradan bütün 5K'dır. Bölürük 5K'ya. Neçə faizini təşkil edir? 100%-ni. Yəni də birinci ad seçəni, ikinci ad seçənə bölürük. Əlaçı olmayan qızlar bütün şagirdlərindir. Deməli, burada kalır onsuz da gedir. 100 ilə 5 ixtisar eləsə 20. 1,2-də 20 yalırsaq 24. Deməli, 24%-ni təşkil edir. 37-ci suala baxaq. 37-də bizə nə verir? AB natural ədədləri üçün AB intervalında yerləşən natural ədədlərin sayı AB parçasında yerləşən natural ədədlərin sayının 80%-nə bərabərdir. AB aralığında olan natural ədədlərin sayını tapın. Əvvəla onu deyək ki, uşaqlar, AB intervalındakı ədədləri saymaq üçün böyük ədəddən kiçik ədədə çıxıb bir vahid çıxmaq lazımdır. Əgər hər ikisi qapalıdırsa, böyük ədəddən kiçik ədədə çıxıb bir vahid artırmaq lazımdır. Əgər biri qapalı, biri açıq, yəni yarım qapalı intervaldırsa, onda biz burada sadəcə B-dən A-nı çıxır. Bu bunun qaydasıdır. Açıq interval, qapalı interval. Üçüncü isə yazaq adlarını buradan açıq. Bu qapalı interval. Bu isə yarım qapalı. Yəni yarım qapalıdır. Nə bir əlavə edilir, nə bir çıxır. Sadəcə böyükdən ədəddən kiçik çıxmalıdır. İndi bizə deyir ki, bir də oxuyaq. Bu intervalda yerləşən natural ədədlərin sayı bu parçada yerləşənlərin sayının 80%-dir. Onda elə çıxır ki, nəyin deyirsə, bayaq dedik, ona 100% kimi baxır. A, B intervalına, yəni B çıx A üstəgə 1-ə 100% kimi baxırıq. B çıx A çıx 1, yəni birinciyə isə bunun 80% kimi baxırıq. Yəni bu isə bizdə 80%. Onda yazırıq belə. Çarpaz vuraqlar. 100 vurulsun. B çıx A çıx 1 bərabərdir. 80 vurulsun. B çıx A üstəgə 1-ə. 80 ilə 100 ixtisar getdi. 4, 5 oldu belə. 5B çıx 5A çıx 5 bərabər. 4B çıx 4A üstəgəl 4-ə. B'ləri bir tərəfə, A'ları bir tərəfə yığsaq. Olacaq nə? B çıx A bərabərdir. -5-i də atsaq sağa.
4 ilə 5 toplanacaq, olacaq 9. Deməli, bizə də deyir ki, bu ədədlərin sayını tap. Bu ədədlərin sayı da elə B çıxaydı. B çıxanı da tapmışıq. Cavabımız olacaq 9. 38-ci sual. Yeni biçilmiş otun nəmliyi 82%, quru otun nəmliyi isə 10% olarsa, 20 ton yeni biçilmiş otdan nə qədər quru ot alınır? Yeni biçilmiş otun nəmliyi, yəni 100%-in 82% nəmdirsə, bunun quruluğunu tapmalıyıq. 82 çıxanda yerdə qalır 18% quruluq. Sonra 20 ton yeni biçilmiş ot gətiriblərsə, 20 tonun əvvəlcə 18%-ni tapırıq. Gör nə qədər eləyir quruluq. 18%-ni tapdıq. 100 ilə 20 getdi. 5. 18-i 5-ə bölsək 3,6 ton quruluğu var. Həmin bu qurumuş hissə, elə ki, bu sadəcə uşaqlar yeni biçilmiş otun, yəni belə deyək ki, sahədə, yəni dərilməmiş formada sahədə elə günün altında quruduğu hissədir. Amma tam qurutmaq üçün hələ biraz da qurulmalıdır. Yəni çəki biraz da artmalıdır. İçində yaşıllıq var. Və deyir ki, həmin bu quru otun nəmliyi 10%-dir. Buna əgər nəmliyi 10%-dirsə, onda bunun quruluğu 90%-dir. 90%-dirsə, onda deyirik ki, 3,6-mız 90-dırsa, 100% qurusa nə olar? X olar. Onda mən X-i tapmaq üçün 3,6-nı 100-ə vuraram, 90-a bölərəm. Sıfırlarımız getdi. 10-a vursaq 36-nı da 9-a bölsək, olar 4%. Demək ki, 4 nə qədər quru ot alınır? 20 ton. Daha doğrusu 4 ton. Burada faiz soruşulur. Neçə ton alınır? 4 ton. 39-cu suala baxdıq. 39-cu sualda bizə deyir ki, 40%-li duz məhlulundan bu qədər, 60%-li duz məhlulundan bu qədər götürərək qarışdırdıqda alınan məhlulun lulluq faizi 50%-dən çox olarsa, M neçə fərqli tam qiymət ala bilər. Deməli, burada əsas açar sözümüz var uşaqlar, qarışdırdıqda. Qarışdırdıqda bizim belə bir düsturumuz vardı. M1, P1 üstəgəl M2, P2 bölünsün M1 üstəgəl M2 bərabərdir bizə verir P3-ü, yəni yeni faizimizi verir. M1, P1, M1 birinci kütləni göstərir, P1 birinci faizi, məhlulun faizi. M2 yenə ikinci kütləmizi göstərir, P2 isə ikinci məhlulun faizini. P3 isə qarışandan sonra yeni məhlulun faizini göstərir, yeni faizi göstərir. M1 üstəgəl M2 odur ki, qarışdıranda kütlələr bir yerə töküldüyünə görə çəkilər toplanılır və kütlənin ümumi çəkisi tapılır. İndi biz burada həmin bu düsturdan istifadə edib misalı işləməliyik. Burada M1 üstəgəl M2-ni çarpazla vura bilərik. Yəni bu şəkildə M1 P1 üstəgəl M2 P2. İndi burada belə bir sual verib, şərt verir ki, duzluluq faizi 50%-dən çox olarsa. Yəni bu P3-ümüz böyükdür 50%-dən. Onda biz gətirib bunları yerinə qoysaq, birinci kütləmiz yazıq belə. Birinci P1-imizdə 40-dır. 40 vurulsun 2M kvadratı çıx 14M üstəgəl 31. Üstə gəlsin 60 vurulsun M kvadratı çıx 3M üstəgəl 7. Bölürük M1 ilə M2-nin cəminə. Birinci kütləmiz 2M kvadratı çıx 14M üstəgəl 31-dir. Plus ikinci kütləmiz M kvadratı çıx 3M üstəgəl 7-dir. Bu böyük olmalıdır 50%-dən. Deməli, 40-a da vurub, 60-a vurub, 50-yə vurubsa, hər tərəfi birinci 10-a bölək. Burada qeyd edirəm. Hər tərəfi 10-a bölsək, sıfırları buradan rahat silə bilərik. İndi belə işləyək. 4-ü vurub atsaq mötərizəmizi. Alınacaq. Demək, 8M kvadratı çıx. 4-ü 14-ə vursaq. 56M üstəgəl
4 31'e 124 plus 6 vur basacaq. 6m kvadrat çıx 18m plus 42 böyükdür. İndi burada bunları sadələşdirək. Yazaq. Deməli 3m kvadratı 14 ilə 3'ü hesablasaq 17m 31 ilə 7 toplasaq 38. Bunu da çarpaz bu 5'e vuranda olur böyükdür. 5'i 3'e vurduk 15m kvadratı çıx 5'i 17'ye vurduk 85m plus 5'i 38'e vursaq 190. Belə bir ifadə alınır. Bərabərsizliyi biraz fərqli hərflə. Daha doğrusu rənglə göstərək. İşarəmiz buradadır. İndi biz bərabərsizliyi həll edəndə sağ tərəfi sıfıra çevirməliyik. Bütün olanları sola yığırıq. Sola yığsaq birinci m kvadratlarına baxaq. 8m kvadratı üstəgə 6m kvadrat 14m kvadratı 15m kvadratını da sola atsaq 14'dən 15 çıxanda mənfi m kvadratı sonra mənfi 56 bu da mənfi 18 elədir mənfi 74 bu mənfi 85 də sola gələndə mənfi 74'ün üstünə 85 gəlmiş olacaq çünki işarə dəyişir 85'dən 74 çıxanda plus 11m qalır və sərbəst 124 ilə 42'ni toplasaq 166 bu 190'ı da sola keçirsək 166'dan da 190 çıxanda mənfi 24 qalacaq böyükdür sağ tərəfimizdə 0'a bərabər olacaq. Burada indi m kvadratın qabağında mənfi var. Bunun hər tərəfini mənfi 1'ə vuraq. Mənfi 1'ə vuraq. Mənfi 1'ə vuranda həm qabaqdakı işarələr dəyişilir, həm də bərabərsizliyimizin işarəsi üzünü çevirir. Böyük olduğuna indi olur kiçik. Sonunda gəldik belə bir bərabərsizliyə çıxdıq. Bərabərsizliyi həll etmək üçün birinci kökləri tapırıq. Viet teoreminə görə cəmi 11 verən, hasili isə 24 verən 2 ədəd tapırıq. Bunlar da 3 ilə 8'dir. Və bərabərsizliyi həll etmək üçün interval qururduq. 3 və 8. Birinci işarəmiz təyin edirik. M kvadratının qabağındakı işarə müsbətdirsə, birinci sağ tərəfdəki işarəmiz də müsbətdir. Sonra növbələşdiririk, mənfi, sonra gəlir müsbət. Məndən də 0'dan kiçik hissə, yəni mənfi hissəni istəyir. Mənfi hissəni iştiqləsəm, olur 4, 5, 6, 7. Sualda belədir ki, M neçə fərqli tam qiymət ala bilər? M 4 fərqli qiymət ala bilər. Nəhayət gəldik uyğunluqlara. 40-cı sualda bizə deyir ki, n 0'dan böyük olarsa uyğunluğu müəyyən edin. İndi bizə deyir, birinci ifadədə m-i 2 dəfə artırsaq, m 2 dəfə, m-ə baxırıq əvvəlcə buradakı m kvadrat şəklindədir. M-i 2 dəfə artırsaq, 2'ni kvadrata yüksəltmiş olarıq. M-in kvadratı, yəni 2'nin kvadratı və surətləri, yəni yuxarıda olduğuna görə 4 dəfə artar. 4 dəfə artar. 4 dəfə artmaq bir var y variantında. Bunu götürəcəm uşaqlar. 1'ə gedir y. Bir də belə bir söz var. 300% artır. Ədəd özü əvvəlcə 100% idi. 4 dəfə artdı, oldu 400%. Və aradakı fərqə baxırıq ki, 400'dən 100 çıxanda neçə olur? 300%. Yəni dəfə ilə 4 dəfə artırsa, aradakı fərq 300 olur. Demək, həm də bura gedir B variantı. 1'ə gedir Y, B. İkinci. İndi deyir, K-nı 3 dəfə azaltsaq. K özü aşağıda yerləşir. 3 dəfə deyəndə 3'ün kvadratı eləyəcək 9. 9 dəfə artır desəydi elə məxrəcdə qalacaq. 9 dəfə azalır deyə məxrəcdə olan sürətə gedəcək. Yəni, sanki belə bir olacaq. Baxın, 2m kvadratı n, 3'dən işimiz yoxdur. Bu da K-nın kvadratıdır. K-nı 3 dəfə azaldanda bunu 3'ə bölüb kvadrata yüksəltsək, K kvadratı bölü 9 olur. Bu K kvadratı bölü 9 2m kvadratı n bölü 3 yazırıq. Vur yazıb tərsinə çevir. Yəni 9 yuxarı qalxır, K kvadrat aşağıda qalır.
Yəni k-nı 3 dəfə azaltsaq, ümumilikdə kəsrimiz 9 yuxarıda olduğuna görə 9 dəfə artar. Ümumiyyətlə nəticədə ədəd əgər sürətlərsə artım baş verir, məxrəcdə olanda azalma baş verir. Çünki məxrəcdə olanda bölünür. 9 dəfə artar. 9 dəfə artmaq da var D variantında. Üçüncü. İfadəsində eni 50% artırsaq, eni 50% artırsaq, kəsr ilə eninin üstündə bir vahid olduğuna görə, qüvvətində heç bir ədəd olmadığına görə elə ümumidə 50% artar. 50% artırsa elə 50% artmaqdır. 50% artım cavabı yoxdur. Bəs başqa hansı cavab götürə bilərik? Ədəd özü yenə deyirik, uşaqlar 100% olur. Bunu 50% artıranda olur 150. Bu da dəfə ilə verir. 150 olmuşam, əvvəl idim 100. Neçə dəfə artdığımı bilmək üçün yeni qiyməti əvvəlki qiymətə bölürəm. Bu da eləyir 1,5 dəfə artmaq. 1,5 dəfə artım da C-də var. Bu da gedir C. Deməli, 1-ə YB, 2-yə D, 3-ə isə C. 41-ci sualda diaqramda kitabxanaya gətirilən bu dillərdə kitabların sayı verilir. Gətirilən kitabların neçə faizi fransız dilindədir? Bunun faizini soruşur. Yəni, fransızca bilir ki, 70 kitab var. 41-də tənasüb quracaq. Deyəcəm ki, 41 kitab neçə faizdir? Bunun faizini tapmaq üçün ümumi kitabları da 100% kimi göstərməliyim. 100% yazaq. Ümumi kitabları toplayaq. 70, 80, 150, bu da 50, 200. Və salam, x tapmaq üçün 41-i 100-ə vurub çarpaz şəkildə. Bölürük 200-ə. Sıfırlarımız getdi. 41-i 2-yə böləndə 20,5. 20,5 faiz. Bir mən haradan yazdım? Üzrlü sanmışlar. Burada 41 misalın nömrəsini yazmışam. Fransız kitablarım 70'dir. Burada 41'in əvəzini 70 yazmalıyım. Biraz cavab qəribə çıxdı burada. Yaxşı diqqət elədik. Deməli, 72-yə böləndə 35% olmalıdır. 42-ci suala baxaq. Diaqramda yenə kitabxanaya bu kitablar verilib. Kitabların neçə faizi Alman dilində. Almanı soruşur. Almanın da 50'dir. Yenə də ümumi kitablara gəlin belə yazaq bu səfər. 100%. 90 üstə 60, 150, o da 50, 200. 200 kitabın 100%'dirsə, Almanı soruşduğuna görə 50 kitabın da x-dir. X bərabərdir. 50 vurursun 100 bölünsün 200. Sıfırlarımız getdi. 52'yə bölsək 25%. Əslində bəzən elə tənasüb quranda görə bilirik. Baxın, 200 kitabın 100% isə 50 kitabında x% yazmış olsa 200'ü 50 almaq üçün 4'ə bölməyə lazımdır. 100'də 4'ə böləndə 25% görsənir. 43-cü sual. 43'də isə bizə deyir ki, bu düstur ilə hesablanan konusun oturacağının radiusunu 10% artırıb hündürlüyünü 30% azaltsan həcmi necə dəyişər? Deməli, belə faiz artımlarında, faiz dəyişmələrində gəlin bir bunu başa salaq. Faiz dəyişmələrində 100 vur 100 düsturu 100 vur 100 düsturundan istifadə edin. Əgər 2 dənə faiz dəyişməsidirsə 100 vur 100 bölünsün 100. Yəni bunun mənası odur ki, ədədin özü 100'dür. Hansısa faizini tapacamsa 100'dən 100'ünü, 100'də 100'ü onun özüdür. Bundan sonra yenə faiz dəyişəcəmsə, yenə digər faiz üçün 100'də 100, digər üçün yenə 100'də 100. Yəni sənin dəyişənin nə qədər artsa, o qədər 100'də 100 sən orada yazmalısan. İndi baxaq bizdə neçə dənə dəyişən var burada. V bərabərdir. Söhbət radiusdan, bir də hündürlükdən gedir. 3'də 1 pi'yə baxmırıq, bu ədəddir. Ədəd sabitdir.
R kvadratı H var. R kvadratında R vur H kimi yazsaq, yəni parçalanmış formada yazsaq, bunların hər biri dəyişilməmişdən qabaq 100%dirlər. Fikir verirsiniz uşaqlar, birinci 100-dən işimiz yoxdur. Birinci 100 əzəlin özüdür. Digər 100-lər üçün hər birinin altına 100 atmalıyıq. Necə ki, mən yuxarıda düsturu başa salanda dedim, birinci ədədimiz 100 özüdür. Bundan sonra gələn faizlər üçün %100 yazmaq lazımdır. %100. Yəni B olacaq. 100 vur 100 bölünsün 100 vur 100. Bu bunun ilkin vəziyyətidir. Burada olur deməli 100% nəticə. Əgər hamısı eyni qalıbsa. İndi deyir ki, radiusu 10% artırdım. Radiusu 10% artanda radiusların üzərinə 10 gəlir. Hündürlüyü 30% azaldıb. Hündürlükdən isə 30 çıxırıq. Olur nəticə belə. 110 vurulsun 110 vurulsun 70 bölünsün 100 vur 100. 1, 2, 3, 1, 2, 3-dən 0 siləndən sonra 11'i 11'e vursaq 121, 121'i 7'ye vurup ona bölməliyik. 121'i de 7'ye kənarda vuraq. 7, 4 yazırıq. 1 yadda 847. 847'ni də ona bölsək, o deyəcək 84,7%. Sual isə belədir ki, hərcimi necə dəyişər? Dəyişər deyirsə, əvvəl 100 idi, indi 84,7 olub. 100-dən çıxacam 84,7. Bu da eləyəcək 15,3%. 44-cü sual. Yenə də V'miz 3/1 piyə baxmırıq. R kvadratı H-ı R vur H kimi ifadə eləsək, bunların hər birinə 100 kimi baxsaq, aşağıda 2 dənə 100-ümüzü yazırıq. Yəni yuxarıdakı 100-lər nə qədərsə aşağıda onlardan həmişə bir vahid əksi olacaq. Çünki birinci ədəd üçün 100% olduğuna görə onun aşağıda 100'ü olmur. İndi bizə deyir, radiusu 10% azaldıb. 10% azaldıbsa, əvvəldən 100 idi. 10% azaltdı, çıxın. Hündürlüyü 20% artırıb, plus 20. Olacaq onda 90, vurulsun 90, vurulsun 120, bölünsün 100 vur 100. 1, 2, 3, 4, 5, 6. Bir dəqiqə 0'ın birini çox sildim. 0 getdi. 9'u 9'a vurduq. 81. 81'i 12'ye vuracağım. Bölünsün ona. 81'i 12'ye vuraq. 2'ni 81'e vurduq. 162. 1'i 81'e 81. 2, 7, 9. 9 72'ni də 10'a bölsək 97,2 edir. Amma əslində 100% olmalıdır. Necə dəyişər dediyinə görə yenə 100'dən çıxıram. 97,2. 97 çıxanda 3. 3'dən də 0,2 çıxanda 2,8%. Kimlər ki çıxa bilmir, onlar üçün bu yazaq. Tam 100'dür. Tamın altına tamı yazılır. 97 tam. Vergül qoyub kəsr hissəsini sağda yazılır. Vergülün sağında. Sonra yuxarıda da bir vergül yaradırıq ki, onluq kəsr hissəsini doldurmaq üçün boşluğa bir 0 yazırıq. 0'dan 2 çıxmaq olmur. 100'dən birini veririk. Ondan 2 çıxanda 8. Burada qalıb 99. 9'dan 7 çıxanda 2. 9'dan 9 çıxanda hiçbir şey qalmış olur. 2,8. 2,8%. O birisi isə 15,3%. Və nəhayət 45-ci suala baxırıq. Boş hovuz A borusu ilə 6 saata, B borusu ilə yazaq. A borusu ilə 6 saata, B borusu ilə 3 saata dolur. A borusundan 3%'li xlorlusu, 3%'li xlorlusu, B borusundan isə 6%'li xlorlu su axır. A və B boruları eyni anda açılaraq boş hovuzu doldurduqda
hovuzdakı suyun xlorluluq faizini tapın. Deməli uşaqlar, bunun üçün biz nə etməliyik? Biz bilirik ki, əgər bax burada belə bir cümlə var. A və B boruları eyni anda açılaraq boş hovuz doldurulub. Eyni anda açılıbsa, deməli bu sular bir-birinə qarışılıb. Qarışdırılıbsa da, demək ki, bizim belə bir düsturumuz vardır. Yeni suyun xlorluq faizini tapmaq üçün, yəni pH tapmaq üçün. M1, P1 üstəgəl M2, P2 bölünsün M1 üstəgəl M2-yə. İndi deyək ki, A borusu 6 saata doldurursa, biz bunu tutaq ki, 1 saatına baxaq. 1 saatda, buradan silək, 1 saata A borusu hovuzun 1/6-ni doldurar, B isə hovuzun 3/1-ni doldurar. Hissəsini doldurar. Hissəsi dolar yazaq. Bunun üzərindən işləsək, deməli birinci kütləmiz 6/1 olanda 6/1-in faizi, deməli A borusundan 3% axır. 3-ə vururuz, üstə gəlsin. İkinci çəkimiz, yəni 3/1-ni dolduranda bunun isə xlorluq faizi 6%. Bölürük çəkilərə, yəni 6/1 ilə 3/1-in cəmini bərabərdir. Burada 6 ilə 3 çıxsa gedir 2/1, 6 ilə 3 çıxsa getsə 2. 2/1 üzərinə gəl 2 bölünsün. Bunlara da ortaq məxrəc 6 gətirsək, bura 1, bura 2 yazsaq, 1 ilə 2-nin cəmi 3. Burada da ixtisar getsə, qalır əlimizdə 2/1. Yuxarıda 2 tam 2/1, aşağıda isə sadəcə 2/1. Bunu da düzgün olmayan kəsrə çevirsək, 2 vur 2, 4, üzərinə 1 gəlsə 2/5. 2/5-i də 2/1-ə bölsək, 2-lər gedər, qalar 5/1. Cavabımız olar 5%. Yəni, yeni məhlulumuzun, məhlul deməyək, belə deyək, əslində məhlul da deyə bilərik, hovuz dolubsa onun xlorluq faizi 5% olar. Növbəti mövzumuz faizə aid məsələlərdir. Növbəti videoda izahlarını verəcəm. Sağ olun uşaqlar. Rəylərdə öz fikirlərinizi bildirərsiniz. Ola bilsin hansısa misalda xırda bir nüanslar səhvə gedibsə, onları çox gözəl olar ki, rəylərdə bildirəsiniz. İnşallah ki, bir səhvimiz yoxdur. Olarsa da bizə bildirməyinizi xahiş edirik. İnşallah ki, gələn videolarda bunları nəzərə alaq. Sağ olun, salamat qalın. Allaha əmanət olun.